Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyyə ba'də. İkinci 40 hədisdə olan ikinci hədisə baxaq. Ən Ömər radiyallahu anhu aydan, həmçinin yenə də Ömərdən rəvayət olunub, yəni birinci hədisdə Ömərdən idi, yəni ona görə burada aydan, həmçinin yəni. Qalə, beynəmə nəhnu ində Rasulillah sallallahu aleyhi və sələm zətə yevmin. Yəni Ömər radiyallahu anh belə demişdir ki, bir gün biz Peyğəmbərin sallallahu aleyhi ve sellemin yanında, yəni huzurunda oturmuşduq. İztala'a aleyna raculun şədidul beyadul thiyabi şədidul savadiş şa'ri. Yanımıza, yəni aleyna, yanımıza dümağ paltarlı, zilqara saçlı bir kişi geldi. La yura aleyhi etheru es-seferi ve la ya'rifuhu minna ahadun. Yani üst başında səfər nişanələri yox idi. Yəni səfər adamına oxşamırdı. Onu bizlərdən heç kəs tanımırdı. Hatta cələsə ilə nəbiyyi sallallahu aleyhi ve sellem və əsnədə rukbədeyhi ilə rukbədeyhi. Nəhayət o, Peyğəmbər sallallahu aleyhi ve sellem qarşısında oturub, dizlərini onun dizinə söykədi. Və vada'a kəffeyhi alə fəxizeyhi. Və əllərini budunun üzərinə qoyub və qalə dedi: Ya Muhammed, ey Muhammed, əxbirni anil İslam. Yəni mənə İslam barəsində xəbər ver. Və qalə Rasulullah sallallahu aleyhi ve sellem: El-İslam ən təşhədə ən la ilahe illallah və ənə Muhammedə Rasulullah. Yəni İslam sənin Allahdan başqa haqq məbud olmadığına və Muhammedin Allahın elçisi olduğuna şəhadət etmən və tuqimus salat, namaz qılman, və tu'tiyəz zəkə, zəkat verməyin, və təsumu Ramazan, Ramazan orucunu tutmağın, və təhuccəl beytə in istətəhdə iləyhi. Və Ramazan orucunu tutma və yola çıxmağa gücün çatırsa, səbil eləyhi, yəni evi həcc etməyindir. Ev nədir? Yəni Məscidül Haramı, yəni Məkkəni. Qalə sadaqta. Yəni həmin adam nə dedi? Doğru söylədin. Fəacibnə ləhu. Ömər radiyallahu anh deyir ki, biz onu, yəni bizə çox təəccübləndik. Yəni ona çox təəccübləndik. Yəsəluhu və yusaddiquhu. Yəni sual verib, sonra da təsdiqləyir. Təsdiqləməsinə təəccübləndik. Yəni bilirsən niyə sual verirsən? Bilmirsənsə, sən necə deyə bilərsən ki, düz deyirsən. Yəni tanımırlar və sahabələrə şübhələnib. Amma dəqiq bilmir bu kimdir. Qalə fəxbirni anil iman. Həmin gələn kəs deyir ki, iman haqqında mənə xəbər ver. Qalə, yəni buradakı qalə, yəni Rasulullah sallallahu aleyhi ve sellem, ən tu'minə billahi və mələikətihi və kutubihi və rusulihi vəl yevmil əxir və tu'minə bil qadari xayrihi və şərrihi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyrinə və şərinə iman gətirməyindir. Qalə sadaqtə. Yenə də həmin kəs
doğru söylədin, dedi. Qalə fəxbirni anil ihsan və həmin kəs deyir ki, mənə ehsan barəsində xəbər ver. Ehsan, yəni başqasına yaxşılıq eləmək, yaxşı göstərmək nə isə, ümumən lüğəti mənası budur. Amma şəriətdə əsasən ehsan deyiləndə ən əsas məsələsi hansıdır? Burada Rasulullah sallallahu aleyhi və səlləm cavab verir. Qalə dedi ki, ən ta'budallahə kəənnəkə tərah. Allaha onu görürmüş kimi ibadət etməyindir. Yəni, sanki sən onu görürsən. Fəin ləm təkun tərah fəinnəhu yərak. Sən onu görməsən də, bil ki, o səni görür. Burada iki rükun var. Birinci rükun nədir? Yüksək səviyyələr, yəni peyğəmbərlərin və alimlərin səviyyəsidir. Allahı sanki görürmüş kimi ibadət edirlər. Təqva ilə, qorxu ilə, huşu ilə. İkinci isə nədir? Aşağı səviyyədə adamların, yəni Allahdan qorx, sən onu görməsən də o səni görür. Hər bir halda ehsan nədir? İbadətləri bu səviyyədə eləməkdir. Yüksək səviyyədə eləmək ki, yəni sanki Allahı görürsən və yaxud iman zəifliyirsə, heç olmasa bilsən ki, yəni bil ki, Allah səni görür. Sonra qalə dedi ki, fəxbirni anis-səati. Fəxbir mənə saat haqqında xəbər ver. Saat, yəni burada, qardaşlar, qiyamət nəzərdə tutulur. Qiyamətin bir neçə adları var. Məsəl üçün, əl-qariə, sonra əs-səə, yəni bu cür adlanır. Qalə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mə əl-məs'ulu anhə bi'a'ləmə min əs-səili. Mə burada yəni inkar edir ki, yəni soruşulan, yəni anhə bu barədə, yəni qiyamət haqqında soruşulan, soruşandan daha elmli deyil. Bi'a'ləmə. Səil soruşandan daha elmli deyil. Yəni demək istəyir ki, mən də sənin kimi. Yəni bu barədə soruşandan çox bilmir. Amma nə deyir o həmin kişi? Qalə fəəxbirni an əməratihə. Onda mənə onun əlamətləri barədə xəbər ver. Qalə, yəni Rasulullah sallallahu aleyhi ve sellem deyir, ən təlidəl əmətu rabbətəhə. Yəni kəniz öz rabbətəhə xanımını doğacaq. Burada alimlər bunu müxtəlif izahlar verirlər ki, yəni ola bilər elə bir döyüşlər olsun ki, yəni qadının uşağı başqa əsir düşüb, böyüyəndə tutaq ki, sultan olur, əmir olur, anasını qul kimi istifadə edir, yəni xəbəri olmur. Yəni və yaxud da ki, həmin kənizin uşağı ümumən, yəni hökmdar olacaq. Yəni sadəcə burada kəniz sözü də ümumi işləndi. Yəni ümumi hökmdar olacaq. Yəni alimlər deyir ki, bu o deməkdir ki, vəziyyət sürətli dəyişəcək. Yəni fikir verin, yəni kənizin uşağı olur və 15-20 il ərzində hökmdar olur, hamıya ağalıq eləyir. Yəni bu qısa bir sürətdən, yəni bu cür belə bir sürətli hadisələrin olmasına işarədir. Hər bir halda iki rəy var və alimlər deyir ki, yəni ən doğru rəy odur ki, kəniz yəni öz qulunu, öz ağasını doğması, yəni
həmin kəs bir anasına deyil, ümumiyyətlə yəni hökmdar olması. Yəni kənizlərin, qulların hökmdar olan uşaqlarının doğulması. Sonra və ən tərə əl-hufətəl əl-uratəl əl-alətə ri'əəş-şəi. Deməli, həmçinin əlamətlərdən biri əl-hufət, ayaq yalın, çılpaq, kasıb, qoyun otaranların yetətəvəlunə fil bunyan, uca bina tikməkdə yarışacaqlarını görəcəksən. Burada yarışacaqlar sözünü qardaşlar, yəni təfəalə vəzində olduğu üçün qarşılıqlı mənanı bildirir. O cəhətdən belə tərcümə olunur. Qaləm yəni Ömər radiyallahu anhu bu. Ömər radiyallahu anhu deyir ki, Thumma intalaqa fələbistu məliyyən. Yəni o adam bizdən ayrıldı. Bir müddət belə qaldım. Bir müddət dayandım. Thumma qaleli, sonra Rasulullah sallallahu aleyhi ve sellem mənə dedi ki, ya Ömər, ətədri mənis-səil, ey Ömər, sual verənin kim olduğunu bilirsənmi? Qultu, dedim ki, Allahu və Rasuluhu əqləm. Allah və Rasuluhu daha yaxşı bilər. Qalə, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, fəinnəhu Cibril ətəkum yuallimukum dinəkum. Həqiqətən o Cəbrail idi. Yanınıza gəlmişdi ki, sizə dininizi öyrətsin. İmam Müslim bunu rəvayət edib. İndi burada çıxan bəzi faydalara baxaq. Sonra inşallah qrammatik təhlilini edərik. Deməli, qardaşlar, burada yəni günlərin bir günü deyir, oturmuşduq Rasulullah sallallahu aleyhi ve sellem'in yanında. İkinci hədisi açıq. Rasulullah sallallahu aleyhi ve sellem yanında oturmuşduq. Buradan faydalardan, yəni alimin huzurunda oturmaq, alimlərin məclisində iştirak eləmək və yanımıza bir kişi gəldi, yəni paltarı zadı tərtəmiz idi, saçı, çünki onun üzərində səfər əlaməti yox idi. Yəni, o vaxtın devrində səfər əlaməti olanlar nə idi? Yəni, atla gələn, dəvə ilə gələn, üstü başı toz olmalı idi, çünki yollarda müxtəlif şəraitlə rastlaşır. Və buradan faydalardan ki, elm tələbəsi səliqəli olmalıdır, üstünə başına riayət eləməlidir. Sonra həmin adamın Peyğəmbər sallallahu əleyhi və səlləmin yaxın oturub dizlərini sökməsi və bu da elm tələbəsinin ədəblərindəndir. Həm yaxşı olar ki, alimə, müəllimə yaxın oturasan, həm də ki, digər tələbələrin də sakit durması, yəni sahabələr diqqətli məsələni izləyirdilər. Sonra deməsi ki, ya Muhammed, deməsi ki, ya Muhammed, o özünü gizlədirdi. Yəni, niyə ya Rasulullah demədi? Ki, sanki özünü bədəvi bir ərəb kimi, yəni çöl ərəbi kimi göstərdi, özünü gizlətdi. Və bu da alimlərdir ki, yəni bu cür eləməyin icazəli olması, yəni məsləhətə görə. Sonra İslam haqqında soruşması. Yəni burada İslamın fəzilətidir, fəziləti faydasını çıxardırıq. Yəni sual verilərkən birinci, yəni İslam haqqında dinini öyrənməlisən, İslam haqqında soruşmalısan. Və burada həmçinin la ilahe illallahın mühüm olması ki, ən mühüm olması birinci zikr olundu. Sonra da la ilahe illallahdan sonra namazın fəziləti olması ki, hansı ki digər
rükunlardan, yəni zəkatdan, orucdan, həcdən qabaq namaz xatırladı, burada zikr olundu. Sonra İslamın 5 əsasının olmasını bildik. Və həmçinin məsələlərə başlayanda, yəni ən mühümü demək, sonra mühüm məsələni, yəni ən vaciblərdən yəni başlamaq. Və burada mələyin sən düz deyirsən deməsi, yəni alimlər fayda çıxardıb ki, sual-cavab ilə, öz şeyxin ilə, sual-cavab ilə dini başqasına öyrətmək. Yəni ola bilər ki, kimsə sual verməyə utanır, sən məclisə baxırsan, o şəraitdən istifadə edib, başlayırsan, yəni hətta bildiyin şey olsa belə, müəllimə sual versən ki, yəni qıraqdaşlar, kənardaşlar, yəni eşitsin. Həmçinin qardaşlar, mələyin insan cildinə, yəni Allah tərəfindən, yəni insan cildinə girməsi, yəni öz-özlüyündə yox, alimlər deyir ki, yəni onu Allah Taala o cür formaya salmışdı. Yəni onlar ixtiyari olaraq hərdən bu cilddə, hərdən bu cilddə girsin, yəni belə olmur. Və həmçinin orada mələyin yəni bir insan kimi yeriməsi, çünki insan cildində idi deyinə, yəni qanad açıb uçmaması, yəni orada, yəni hədisdə o qanadı zikr olunmadı, sadəcə yeriməyi zikr olundu. Sonra iman barəsində sual verildikdə, yəni buradan gördük ki, imanın 6 rükunu vardır. Və bunlar yəni ən əsas rükunlardır. Bunlardan birini kimsə bilərəkdən inkar eləsə, yəni İslamdan çıxmış olur. Sonra ehsan barəsində sual verdi. Ehsanın 2 mərtəbəsinin olduğunu bildik. Deməli, birinci mərtəbə tələb mərtəbəsidir. Yəni Allaha onu görürmüş kimi ibadət eləməyindir. Bu da yəni necə olur? Yəni insan Allaha qorxaraq, ona zid olmayaraq, həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmə tabe olaraq bu işləri, yəni bu səviyyəyə çatmaq olar. Deməli, birinci mərtəbə nə oldu? Tələb mərtəbəsi ki, Allahı görürmüş kimi ibadət etməyindir. İkincisi isə, yəni sən onu görməsən də, o səni görür. Bu, əzabdan qaçmaq mərtəbəsidir. Əzabdan qaçmaq mərtəbəsidir. Yəni, Allaha ibadət edərkən, onu, səni gördüyünü bilərək ondan çəkinməkdir. Ki, yəni Allahdan qorx. Yəni, necə ki, Allah Subhanahu ki, Allah sizi öz əzabından çəkindirir, Ali İmran surəsində. Hər bir halda, yəni burada biz 2 mərtəbəni, yəni 2 rükunu götürdük ehsanda. Sonra qiyamət barəsində və bu dəlildir ki, Muhammed sallallahu aleyhi və səlləm öz-özlüyündə qeybi bilmir. Allah yəni ona vəhy verməyincə, öyrətməyincə. Həmçində mələklər yəni qeybi bilmirlər. Yəni Allah Taala nə qədər onlara deyib, o qədər bilirlər. Və həmçində burada biz ümumən qiyamətin haqq olduğuna inanırıq, iman gətiririk bu hədisdən dəlil olaraq və onun əlamətlərinin olmasını biz bildik. Və dediyimiz kimi burada da bu kasıbların bir-birinə yarışaraq yüksək mərtəbəli ev tikməkləri, yenə alimlər deyir ki, həqiqətən işlər çox, yəni sürətlə dəyişəcək. Yəni vəziyyət çox sürətlə dəyişəcək. Bu da yəni qiyamətin saatının yaxınlaşmasına bir dəlalət edir. Həmçinin qardaşlar, yəni qiyamət gününün əzəməti, faydasını çıxardır alimlər buradan. Yəni bu səbəbdən də deyir, insan həmin günə hazırlaşması üçün onun əlamətləri barəsində xəbər, yəni nəql edilmişdir. Sonra faydalardan alimin yəni tələbələrinə gizli qalan bir şeyi onlara yəni deməsi.
ki orada nə deyir? Sual verən kim olduğunu bilirsinizmi? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu. Sonra son olaraq deyə bilərik ki, hədisdə bu zikr olanların hamısı nədir? Dindir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Sizə dininizi öyrətsin deyə, yəni sual verdi. Yəni bunların hamısı din sayılır. İndi isə qardaşlar, hədisin qrammatik təhlilinə, yəni i'rabına diqqət yetirək. Ən hərf-i cər Ömər ismu məcrur və aləmətü cərrihi əl-fəthə li'ənəhu məmnun minəs-sarf. Yəni Ömərə. Hədisə burada qayda. Baxın qardaşlar, yəni sol tərəfdə Ömərə. Yəni Öməri olmadı, Ömər oldu. Niyə? Məmnun minəs-sarfdır və lil-ələmiyyəti yəni adlardandır. Çünki məmnun minəs-sarf demişdi ki, var sifətə görə, var adlara görə. Və vəzni də yəni fualu vəznindədir. Fualu vəznində olan adam adları dedik ki, yəni cər halına düşərsə o fəthə ilə əlaməti fəthə olacaq. Sonra radiya, yəni radiyallahu anhu yəqin oranı deyir. Fi'lun madin məbniun aləl fəthi zahir. Yəni fəthə yəni zahirdə olur, yəni radiyyə. Allahu fa'ilun merfu'un ve alametu raf'ihi ad-damme az-zahira ala ahirihi. Anhu an harfu cer el-ha yani oradaki hı damiru muttasil mebniun ala ad-dammi fi mahalli cerrin. Vel car vel mecrur mutaallikan bi radiyye. Radiya ile cer mecrur yani mutaalliqdir, yani ondan aslıdır məna cəhətdən. Aydan qardaşlar, yəni həmişə görür ki, bu nasibdə olur. Amma əslində bu neymiş? Məhfulu mutlaq. Lil fi'li məhsuf. Düşən fiilin məful mutlaqıdır. Necə ki, sabran. Nə deməkdir orada? İsbir sabran. İsbir orada düşüb də şükran, yəni əşkuru. Onun kimi, yəni aydan, onun nədir? Fiili düşüb. Təqdirdə nədir? Əl fiilidir. Biməna nədir? Raca. Yəni qayıtdı. Bizə demirlər həmçinin. Yəni həmçinin qayıdaq, bunu da demək olar, onu da demək olar. Yəni biz onu həmçinin kimi tərcümə edirik. Sonra qalə, yəni fi'lun madin məbniun aləl fəthi vəl fa'il. Bəs bunun failanı damir mustatir, cavazən, təqdir huva. Beynəmə nədir? Zarf-ı zaman. Nəhnu damir munfasil. Məbniun aləl dammi fi məhəllə rafhi mübtəda. Mübtədəun. Cülus. Xəbərun mərfuun. Xəbərun mərfuun. Və aləmətu rafhi əd-dammətu zahirətu alə əxirihi. Aydınlı qardaşlar, baxın bura. Nəhnu. Nəhnu. Beynəmə nəhnu. Yəni burada bu, yəni mübtədadır və culusun ində rasul olmalıdır qardaşlar burada. Bu çapda nəsə bu çapda düşməyib, bu mətlədə düşməyib. Amma burada culusun var, onu deyir ki, onun xəbəridir. Yaxşı, buna dedik. Vəl cümlətül əl-mübtədə vəl xəbər. Yəni, bu nəhnu və cülus hamısı bir yerdə. Fi məhəlli cər. Fi məhəlli cərdir. Yəni, burada ki, nəhnu culusun, indi burada, yəni bizdə bu qardaşlar sol tərəfdə culusun düşməyib. Bunlar cümlə ümumən hamısı bir yerdə, mübtədası xəbəri ilə bir yerdə, beynəmə zərfi ki var, yəni beynə zərfi ki var, onun müdafil ileyhidir. Çünki beynə mudafdır,
Bu cümlə isə mudaf ileyhdir. Burada məni məstəriyyə də demək olar. Mə məstəriyyə beynəyə qoşulub. Yəni bu cürdə irab eləyən var. Amma hər bir halda beynimə bu mudafdır. Nəhnu culusun isə nədir? Mudafun ileyhdir. Sonra gəlir ində zarfu məkan mənsubun alə zarfiyyə və huva mudaf. İndə özü də yəni mudafdır. Onun da mudaf ileyhi Rasulullah'dır. İndi buradan davam edək. Rasulul mudafun ileyh məcrurun və aləmətu cərihi el-kəsra. Və huva mudaf. Allahi mudafun ileyhi mecrurun ve alametu cerrihi el kesra. Salla fi'lul madin mabniyun alel fethi muqaddar alel fethi muqaddarin men'a min zuhuriha taazzur. Yani burada taazzur qaydasına görə fəthə bizə çıxmır. Allah fa'ilun merfu'un ve alametu raf'ihi el-dammetu el-zahiratu ala ahirihi. عليه على حرف الجر والهاء ضمير متصل مبني على الكسر في محل جر والجار والمجرور متعلقان بصلى صلى فعلنا متعلق وسلم الواو حرف عطف يعني burada واو سلم فعل ماضي مبني على الفتح والفاعل مستتر جوازا تقدير وهو Zət. Yəni bu oxuduqca inşallah sol tərəfdə yəni baxa bilərsiniz ki, yəni hansı cümləyə yaxınlaşmış. Yəni ində Rasulullahın zətə yevmin. Zarfun məbniyun aləl fəthi və huva mudaf. Yevmə mudafun ileyhi. İz, yəni burada iz tala aleynə raculun onu deyir. Lil müfəcəəti. Yəni bir şeyin qəfl olmasını bildirir. Yəni birdən, qəflətən. طلع فعل الماض مبني على الفتح علينا على حرف الجر نا ضمير متصل مبني على السكون في محل الجر والجار مجرور متعلقان بطلع طلع فعلينا رجل فاعل مرفوع وعلامة رفعه الضمة الظاهرة على آخره شديد صفة شديد نحت يعني صفة لرجل مرفوعة وعلامة رفعها الضمة الظاهرة والهي مضاف. بياض مضاف إليه مجرور وعلامة جره الكسرة ظاهرة على آخره وهو مضاف. صورة الثياب مضاف إليه مجرور وعلامة جره الكسرة. شديد صفة ثانية. Yəni tu'rabu i'rabul ula. Yəni birinci necə etsə, onda bunun da i'rab elədi. Yəni yuxarıdakı naxtı necə etsə bu da. Savad mudafun ileyhi, yəni savadin, yəni ileyhi mecrurun və aləmətu cərrihəl kəsrə və huva mudaf. Burada hansı idi? Savadi. Sonra əş-şər. Sonra, yəni deyə bilərsiniz ki, bu səvad nə oldu? Gəh mudaf ileyh oldu, gəh mudaf oldu. Yəni bəli, baxın. Şədidu səvadi şə'ri. Yəni şə'r sözünə görə mudafdır. Amma şədid sözünə görə bu mudafın ileyhdir. Yəni bu səvad sözü həm mudafdır, həm mudaf ileyhdir. Yəni buna görə mudafın ileyhdir. Buna görə isə nədir? Mudafdır. Aydındır, mürəkkəbdir də. Sonra yaxşı baxaq. Əş-şə'ri mudafun ileyh məcrurun və aləmətu cərrihi el-kəsra. Sonra la nafiyə. Yəni yura fiili fiilu mudari'un mebniun lil mechul merfu'un bi dammeti muqaddara. Yəni yura'udur da güya ki. Yəni dammə bizə çıxa bilmir, təqdirdədir. Mən'a min zuhuriha təazzur qaydası. Aleyhi alə hərfu cərdir vəl-hə damir muttasilun məbniyun aləl kəsri fi məhəlli cərrin vəl-cər vəl-məcrur mütəalliqani bi yura feilindən asılıdır. Sonra əthəru naibun fa'ilun və mərfu'un və aləmətu rafihi dammətu zahira.
Və huva mudaf. Yəni ətərus səfəri mudafdır bu. Əs-səfəri el-mudafun deyirəm. Mudafun ileyhi məcrurun və aləmətu cərihi el-kəsrətü və zahirətu alə əxirihi və cümləti lə yura aleyhi ətərus səfər fi məhəlli raf. Sıfatun lirracul. Yəni necə kişi gəldi? Necə kişi gəldi? Yəni bu raclun ki sözü var qardaşlar. Onun fikir verin neçə dənə sifəti var. Şədid, bəyaz, şədid, səvad, bir də lə yura. Yəni səfər əlaməti bilinməyən raclun. Əgər ər-raclu olsaydı əlifləmlə, onda bu feili cümlə onun halı olardı. Amma nəkirada gəldiyinə görə onu necə nəhvçilər nə deyir? Yəni o artıq feili cümlə o nəkiranın sifətidir. Sonra əl-vav. Əl-vav bu hansı vavı deyir? Yəni və la ya'rifuhu minnə əhədun. İnşallah ki bu cümləni irab eləyir. Hərf-u atfın deməli ya'rifu ya'rifuhu. Ya'rifu fi'lu mudari'un merfu'un alametu raf'ihi ad-dammatu zahiratu ala akhirih al-fa'u damir mustatir jawazan taqdiruhu huwa al-ha damir muttasil mabniun ala ad-dammi fi mahalli nasb maf'ulun bihi muqaddam ki deməli məf'ul bihdir, önə keçib bu hə. Niyə? Sol tərəfə baxaq. La ya'rifuhu. Çünki onun nədir? Faili əhəd daxil. Aydındır. Məf'ul bihi faildən, əhəddən önə keçib. Bu da ki, təbii ki, yəni təqdim məf'ul bihi var, önə keçmək. Burada artıq vücubdur ki, niyə? Yəni damirdir, birləşir ona görə. Minnə, min hərf cər, nə damir muttasil mabni alə sukun fi məhəlli cər, əhəd fa'ilun mərfu aləmətu raf'ihi əd-dammatu zahirə. Hətta hərf gayə. Sonra cələsə fi'lu madin mabni aləl fəthi vəl fa'il damir mustatir cavazən təqdiruhu huva ilə hərf cər ən-nəbi ismun məcrurun və aləmətu cərhəl kəsrətu zahiratu alə əxirihi. Sallallahu aleyhi və səlləm cümləsi isə ondur ki uğribət fil əvvəli hədis. Yəni birinci hədisdə irab olunub. Ümumiyyətlə bu cümlə özü cümlə-i etiradiyyə mötərizə cümləsidir. Yəni bir la məhəllə ləh minəl irabdır cümlənin özü. Amma bunun tərkib hissəsini təbii ki irab eləyə bilirik. Yəni sallə feil, Allah subhanahu fail və s. Sonra fə əsnədə. Əl-fə hərf-u atıfdır. Deməli əsnədə fi'lu madin mabniun aləl fəthi vəl-fa'il failə hanı bəs damiru mustatirun cavazən təqdiruhu huva. Rukbəteyhi, rukbətey məfulun bihi, mənsubun və aləmətun nasbun əliyə. Niyəyə? Ləənnəhum müthənnə. Və huvə mudaf. Buradan nun düşüb, qardaşlar. Yəni, rukbəteyni, əslində rukbətəni nasba düşüb, məful bihi olduğuna görə, olub rukbəteyni. Bunun nunun da olmalıdır, ikilik daxı. Amma nun da düşdü, niyə? Mudafa görə. Yəni, rukbətey mudaf, hu mudafun leyh. Nun düşür, həmin ikiliyin nunu düşür və yerdə qalır bunun yəsi və onu da dedik ki, bu yədə nəyin əlamətidir. Vəl-həu damir muttasilun məbniyun aləl kəsri fi məhəlli cər bil-idafə. İlə hərfu cər, sonra nədir bu? İlə rukbəteyhi, yenə qayıtdı buna. Rukbətey ism məcrur bi ilə cərə düşüb. Və aləmətə cərhə əliyyə vəl cər vəl məcrur mütaliqanə bi əsnədə ilə mütaliqdir. Və huvə mudaf. Əsnədən özü də nədir? Mudaf gəlir, baxaq. Yox, əsnədən özü mudaf gəlməz axı. Bu huvə qayıdır, yəni rukbətənin özü mudafdır. Yeri gəlmişkən, qardaşlar, görsünüz deyirəm ki, əsnədən özü mudaf kimi gələ bilməz. Yəni, nə deməkdir o? Yəni, bilin ki, məbnilər mudaf kimi gələ bilməz. Mudaf leyh kimi işlənə bilər, amma mudaf kimi işlənə bilməz. Və o da həmçinin hansı feillərdir deyək. Yəni, madi, əmr, yəni feilləri, həmçinin hərflər, bunlar. Həmçində isimdən olan məbnilər
mudaf kimi gələ bilməz. Misal üçün ismini anlamayandan nəyə götürək? Həzə. Həzə mudaf kimi gələ bilməz, amma mudaf ileyh kimi gələ bilər. Misal üçün sən deyirsən ki, kitabu həzə, bunun kitabı. Kitabu həzə. Amma həzə kitabun olanda artıq mudaf olmur, artıq mübtəda xəbər və s. başqa şeylər olur. Sonra vəl-hə damir muttasil məbni aləl kəsri fi məhəlli cər mudafun ileyhi. Və vada'a el-vav harfu atf. Vada'a fi'lu madin məbni aləl fəthi vəl-fa'il mustatir cavazən. Kəffeyhi. Kəffeyy məfulun bihi. Mənsubun aləmətə nasbihi əl-yə. Yəni burada da yenə ikilikdir. Və huva mudaf. Yəni mudafdır özü. Vəl-hə damir muttasil məbni aləl kəsri fi məhəlli cər mudafun ileyhi. وقال الواو حرف عطف قال فعل ماضي مبني على الفتح والفاعل ضمير مستتر جوازا تقديره هو يا محمد يا حرف نداء محمد منادي علم مفرد مبني على ضم في محل نصب. Aydındır qardaşlar. Yəni ya Muhammedu burada tənvin düşür. Niyə yəyə görə? Əslində nasb eləməlidir. Eləyə bilmir. Bunu deyirlər ki, məbnidir. Niyə eləyə bilmir? Bunun çox xırdalığına girməyə başqa burada sanki kə damiri kimidir. Və amma bu nasb eləyəndə axı həmçində yə nəyin əlamətidir? İsmin əlamətidir. Yəni yalnız isminə qoşulur. İsmin əlamətlərindən biri də nədir? Yədir. Amma biz onu irab eləyəndə ya Muhammedu deyirik ki, fi məhəlli nasbdır. Və niyə məbnidir, damməlidir? Kənin yerindədir. Yəni sanki elə bir ki, kiməsə damirə bir müraciət edirsən. Yəni birbaşa təyin etdiyinə görə sanki damirin əvəzidir. Damir də bildiyimiz kimi məbni olduğuna görə bunun da yənin, hansı ki bu munadinin ismi munadiləri, yənin ismi əgər mufraddırsa, aləmdirsə, bu zaman və yaxud da ki, heç aləm olmasın, rəculu olsun, ya rəculu ola bilər. Bu zaman nədir? Biz deyirik ki, irabda məbniyün alə damm, əgər damməlisə damma üzərində fi məhəlli nasb. Aydındır. Ola bilər ki, olsun ya Muhammədəni. Onda deyirsən ki, məbniyün aləl əlif fi məhəlli nasb. Aydındır. Yaxşı, əxbirni deməli, əxbir fiilun əmr məbniyün aləl sukun və nun lil-viqayə, yəni buradakı nun nə üçündür? Lil-viqayə üçündür. Və yə, buradakı yə, mütəkəllim, damirun məbniyun alə sukun fi məhəlli nasbdır və məfulun bihidir. Anil İslam, an harfu cərdir. El-İslam ismu məcrun və rəmətu cərhəl kəsrə vəl cümlətil ya Muhammedu əxbirni anil İslam cümləsi fi məhəlli nasbdır. Niyə fi məhəlli nasbdır? Məqulu qovul. Nə deməkdir məqulu qovul? Yəni, qalədən sonra gələn şeylər ki var. Baxın, sol tərəfə qardaşlar. Və qalə ya Muhammedu əxbirni anil İslam. Yəni, deməkdir ki, qalə, o dedi. Kim dedi? Yəni, Cəbrail aleyhissalam. Bax, bu cümləni dedi. Yəni, ya Muhammedu əxbirni anil İslamı dedi. Yəni, bu da məfulun bihidir də. Amma ona məqulu qovul deyirlər. Və yəni, nasbdadır. Rasul fə'ul mərfu aləmətə raf'ihi düz dedi? Yox, ha. Fəqalə. El-fə'u harfu atf. Qalə fi'lu madi məbniyun aləl fəthi. Rasul fə'ul mərfu aləmətə raf'ihi dammə və huvə mudafun. Allahu mudafun ileyhi. Allahi mudafun ileyhi. Məcrurun aləmətə cərihi əl-kəsrə. Sallallahu aleyhi və səlləm səbəqə irabuha əvvələ hədir. Bunun yəni irabı keçdi. El-İslamu mübtədə haram deyir. Fəqalə Rasulullah s.ə.v. El-İslamu. Artıq buranı irab eləyir. El-İslamu mübtədəun mərfuun və aləmətü rafhihi dammə zahiri alə əxirihi. Ən təşhədə sözü ən müstəriyyədir. Tənsbül fi'lu el-mudari. Təşhəd fi'lu mudari mənsubun bi ən ilə o da nasba düşüb. Vəl-fəil müstətir vücubən təqdiruhu əntə. Bir dənə cəvaiz dedik ki, üçüncü şəxsdə olur. Damirin gizlənməsi. Digərlərində isə bir də ki də yəni vücubandır. Burada da əntədir. Vəl-fi'lu əvvəlu bi mastar xəbəri mübtədə. Həmin o feil təvil olunacaq məstər ilə, nə ilə? Ən məstəri ilə. Həmin feil mübtədanın xəbəri kimi təvil olunacaq. Yəni İslamu, İslam, bax sol tərəfə baxın, ən təşhədə.
şahidlik etməkdir. Nəyə? Bu falan şeylərə. İslam nədir? Şahidlik etməkdir. Namaz qılmaqdır. Aydındır. Hamısı bu dır deyirik. Və tu'ti zəkə, zəkat verməkdir. Yəni belə, yəni bu məsdər muavvali biz mübtədanın xəbəri kimi götürürük. Ən la ilahə illallah ən masdariyyədir. Yəni la nafiyə lil cinsdir. İlah ismu lədir. Məbnin aləl fəthi bilir ki, yəni bu lə də nədir özündən sonra nədir? Həm tənvini sar, həm də nasb edir. Məbnin aləl fəthi fi məhəllin nasbdır. Yəni bu ilah. Və xəbəruha, xəbəri nədir bəs? Yəni ilah lənin ismidir. Bəs bunun xəbəri hanı? Bu illə Allahı demir ya, ondan danışmırıq hələ. Yəni la ilahə. Misal üçün deyirsən ki, la raybə fi. Raybə ismu lədir. Fi isə nədir? Lənin xəbəridir. Bəs burada xəbəri hanı lənin? Və xəbəruha məhsufun. Düşüb, təqdiruhu, təqdirdə qrammatik cəhətdən mövcud sözüdür, qardaşlar, qrammatik cəhət. Amma əqidə cəhətdən nədir? Haqqun. Yəni, la iləhə haqqun. Yəni, haqqunu hardan götürdük? Quran ayəsindən ki, Allah subhanətə, yəni Allahdan başqa olan ilahlar nədir? Batildir. Yəni, haqq deyil. Amma qrammatik cəhətdən təbii ki, orada mövcudunu qoyurlar. Yəni, harada siz misal üçün görürsən ki, lə raculə, illə zeyd. Misal üçün görsəniz, lə raculə, bilin ki, lə raculə mövcudun. Yəni, qrammatik cəhətdə mövcudun. Amma əqidəvi cəhətdən isə haqqındır. Sadəcə, yəni, burada İrabda bu hissədə əqidə problemi var. Ona görə bunu nəzərə alın. Sonra illə. Ədətu ədatdır, ədətu hasırdır, hasır ədatıdır. Allahu hasır, yəni yalnızlıq bildirir. Yəni illə ilə lə gələndə, illə ilə mə gələndə, yəni inkarla gələndə hasırlığı bildirir. Allah ləfzu cələlə mərfuun bədəl. Min məhəlli lə. Mə'a ismihə. Aydını bədəl kimi götürürük. Yəni, lə iləhə illallah hə. Yəni, bildiyimiz kimi bu sol tərəf ki var, qardaşlar, müstəsnə. Yəni, 3 hissədən ibarətdir də. Çox deyəsin, dairə çəkdim, pozaq bunu. Yəni, bu hissə ki var, qardaşlar, deməli, müstəsnə. Yəni, istisna cümlənin neçə rükünü var? 3 var da. Müstəsnə minhu tərəf var. Ədətu istisna var. Bir də müstəsnə var. Yəni, müstəsnənin irabı əsl odur ki, mənsub olmalıdır. Necə ki, məful mutlaq, məful bihi nədir? Əsl odur ki, mənsubdur. Yəni, müstəsnə əsl odur ki, mənsubdur. Onu raf etməyə və yaxud da ki, özündən əvvəlkinə tabi eləməyə artıq dəlillər lazımdır. Dəlil də nə vaxt olur? Yəni, sağ tərəf deyəcəyimiz, yəni sadə dildə desək, yəni müstəsna minhu tərəf, əgər mənfi olarsa, müsbət olarsa, tam olarsa, yəni bu qaydaları təkrarlayarsınız. Sadəcə, yəni məqsədimiz o deyil, yəni, həm də ki, vaxt uzanır. Yəni, sağ tərəfin nəfi, müsbət, tam, naqis olmağına əsasən biz müstəsnəni, yəni irab eləyə bilirik. Amma əsl odur ki, müstəsnə, yəni lap sol tərəf nəymiş? Mənsubdur. Burada da yəni bədəl götürüb, yəni bədəl artıq nədirsə, ilaha hansı haldadırsa, Allah subhanətlə o halda olacaq. Yəni bədəl, yəni öz mübdəl minhunna tabidir, rafdadırsa rafdadır, cərdəsə cərdəsə, nasbdadır nasbdadır. Bu da ilah sözü nasbda olduğuna görə da avtomatik olaraq bədəl də nə olur? Nasbda olur. Və ennəl məstəriyyə tuavvalu mə bə'dəhə biməstərin yəkunu xəbərən lil-mübtədə. Yəkunu təqdiruhu əl-İslam şəhədətükə bi-uluhiyyətilləhi vahdə. Yəni, bu cür yozacaq. Aydındır. Yəni, əl-İslamu ən təşhədə ən la iləhə illallahu sözünü nədir? Bu cür açıqlaması var. Yəni, müqtadanın xəbəri olacaq. Amma açılışı da budur. İslam, yəni müqtadadır. Şəhədətükə bi-uluhiyyətilləhi vahdə. Yəni, sənin Allahın təkliyinə şahid etməyindir.
ويجوز تأويل بكل ما كان بهذا المعنى. يعني bu manada icazəli təvil etmək. Və ənə Muhammed Rasulullah el-vav harf atfın ənə harfun nasixdir. Yəni ənə innə nəxvatda. Yəni yansıbul mübtədə və yerfa'u xəbər. Muhammeden ismu ennedir. Mensubun alameti nasbihel fetha zahire ala ahirihi. Rasul haberu enne. Yani bu haberu ennedir. Merfuun alameti rafiyat dammeti zahirete ala ahirihi ve huve mudaf. Allahi mudafun ileyhi mecrurun ve alameti cerhel kesr zahire ala ahirihi ve enne ve ismiha ve haberaha tuavvelu bimasdarin takdiruhu ve şehadeti bir risaleti Muhammed sallallahu aleyhi ve sellem. Yani eyniyle biz bunu buradaki kimi nədir? Açılışını eləyə bilərik. Yəni şəhadətuka bi Rasulullahi. Yəni bir risaləti Muhammed, bir Rasulullahi kimi, yəni biz bunu açılış verə bilərik. Və tuqimu el-vavu harfu atf, tuqim fi'lu mudari mansubun li'annahu ma'tufun ala en teşhədə. Yəni tuqimə oldu. Niyə ə oldu? Tuqimu olmadı. Çünki deyir əvvəlkinə ənə en teşhədəyə atıfdır. Və failuhu damiru mustatirun vucuban təqdiruhu əntə və tuqimun tuavvelu masdar təqdiruhu iqamə. Yəni ən tuqimanı sən açılışın iqamətukə deyirsən. İqamətukə. Ən təsumu misal üçün sovmukə. Ən təzhəbə zəhəbukə. Aydındır bu cür. Ən tadrubə sənin vurmağın, yəni darbukə kimi açılış verirsən də aydındır. Es-salatu mef'ulun bihi mensubun ve alametu nasbihel fetha el-zahira ala ahirihi. Ve tu'tiye el-vav harf atıftır. El-vav harfu atfın. Tu'tiye fi'lu mudarun merfu'un bi dammet mukaddara men'a min zuhuriha, yani thikalı qaydası. Bunun niye merfuun değil kardeşler? Tu'tiye fi'lu mudarun merfuun. Bu merfuun değil ha. Tu'ti değil bu. Tu'tiyedir. Bu mensubun kardeşler. Ve fetha mukaddar. Men'a min zuhuriha mukaddar da değil. Tu'tiye. Yani fethası zahirdir. Vel fa'il damir mustatir vücubun takdiruhu ente. Vel fi'lu tu'tiye muavvel ve mastar takdiruhu ite ve huve mudafun ila zeka. Bu inşallah bu cümle xətadır. Yəni tu'tiye özü yəni nasba düşüb nəyə görə? Həmin ənə görə. Bu cümlə inşallah xətadır. Çünki bu tu'tiyədir və onun əlaməti də zahirdədir, fəthə zahirdədir. Heç bu cümlələrə artıq ehtiyac yoxdur. Amma fail, yəni bunun içindəki fail burası düzdür. Damir mustatir vücuban təqdiruhu əntədir. Vel fi'lu tu'tiye muavvel. Görürsünüz? Muavveldir. Yəni ən tu'tiyedir. Bir məsdər təqdiruhu itə və huve mudafun ilə zəkə. Və özü də yəni zəkədə izafə olunub. الزكاة مفعول به منصوب وعلامة نصبه الفتحة ظاهرة.